Salam, hər vaxtınız xeyirli olsun. Bu günlərin tələbələrin ən çox qarşılaşdığı problemlər haqqında danışacağıq. Deməli, ərəb dilində bildiyiniz kimi elə hərflərimiz var ki, bu hərflər boğaz hərfləridir və kəlmələrin düzgün tələffüz olunduğu zaman bu hərflərə riayət etməyimiz çox önəmlidir. Eləmədiyimiz təqdirdə isə sözlərdə fərqli mənalar yaranır. Misal üçün, ələm və aləm sözlərini misal göstərə bilərik. Məsələn, ələm dediyimiz zaman ağrı, amma aləm dediyimiz zaman isə bayraq mənasını ifadə edir. Yəni, biz hərflərin səsləndirilməsinə çox xüsusi bir diqqətlə yanaşmalıyıq. Gəlin, ayn hərfi necə səslənir, buna baxaq. Ayn hərfi boğazın tən ortasından, yəni hulqumun tən ortasından çıxır və dilimizi aşağı dişin dibinə diriyərək, yəni dayayırıq ora və dili qaldırdığımız zaman dil arxaya gedir və belə deyək, boğazın tən ortasında xəfif bir sıxlıq yaranır. Həmin bu sıxlıq nəticəsində ayn hərfi çıxır. Baxın, ə, i, o. Ə, i, o. Siz də təkrar edin.